Dostlar salam, xoş gəlmisiniz. Sizin əsas məqsədiniz ChatGPT-yə bizim sizə verdiyimiz söz birləşmələrinin tapmasını sağlamaqdır. Söz birləşmələrini, o söz birləşməsinin içində olan sözləri istifadə etmədən ChatGPT-yə izah eləməlisiniz. Bizim birinci sözümüz ər çörəyidir. Ər çörəyi? Ər çörəyi. Deməli Məryəm, birinci söz birləşməmiz el arasında əslində zarafatca deyir xanımlar ki, mən artıq evlənib yemək istəyirəm. Bu ortadakı nəyi yemək istəyirlər, onu deyirlər daha çox. Birinci söz evlənəndə olur, kişi tərəfə deyilir. İkinci söz isə həmişə biz onu yeməklə yeyirik. Yəni bütün yeməklərin yanında olur. Onun üstünə, nə bilim, yağda sürtürük, pendirdə qoyuruq, yeyirik. İkinci söz birləşməmiz budur. Vaxt bitdi. Deməli, birinci söz bəy, yəni evlənən kişiyə deyilir. İkinci sözdə yeməklə yeyilən, yağ, pendir falan sürtülən bir şeydir. Onda bu söz birləşməsi bəy çörəyi olmalıdır. Tam tapdım deyəsən. Bəy çörəyi nətər? Bəy Əfsan olsun ki, bəy çörəyi. Bəy çörəyi. Dodaq yeri. Çaydan sonra deyirlər, çay sözünün dodaq yeri saxla. Bax, o dodaq yeri sözünü ona izah eləməlisən. Deməli Məryəm, Azərbaycanlılar çay içməyi çox sevir, amma stəkanı tam doldurmağı sevmir. Stəkanın başında qalan boşluq hissəyə bir ifadə deyirlər. Bunun birincisi bizim üzümüzdə olan qidanı qəbul etdiyimiz həmin bu üzvdür. İkincisi isə məkan anlayışının sinonimi ola bilər. Səncə bu söz birləşməsi nədir? Yəni Azərbaycanlılar çayı stəkanın pam dolusu yox, biraz boşluq qalaraq içməyi sevirlər və o boşluğa verilən bir ifadə var. Birinci hissə özdə olan, yəni dodaq deməkdir. İkinci hissə isə məkan anlayışının sinonimi, yəni yer deməkdir. Onda bu söz birləşməsi dodaq yeri olmalıdır. Ooo, vay. Qəşəng.